Daha çox paytaxta yaxın ərazilər, Quba, Qusardır, Qəbələdir, turizmlə populyar istiqamətlər, eyni zamanda İsmayıllıdır, cənub tərəfdə Lənkərandır, Astaradır. Bu istiqamətlərdə daha çox tələbat var və qiymətlər olaraq nisbətən bu istiqamətlər daha yüksəkdir. Gəncə istiqamətidir, Naftalandır. Bu istiqamətlər daha rəqabətlidir bu ilin təkliflərinə görə. Qiymətlər populyar istiqamətlər üzrə təxminən 200 manatdan başlayır. 2 nəfərlik səhər yeməyi daxil qiymətlər. Əlbəttə, burada kənd evləri də var. 150 manatdan başlayaraq 500 manata qədər fərqlənə bilər. Burada kənd evlərinin üstünlüyü odur ki, burada bir ailə və yaxud da bir neçə qrup bir evdə qala bilirsə, otellərdə əlavə xidmətlər var. Amma otellərdə həmçinin şənliklər, müəyyən tədbirlər də nəzərdə tutulubdur bayramla əlaqədar. Gəncə istiqamətlərində də təxminən 80 manatdan başlayan 2 nəfərlik qiymətlər səhər yeməyə daxil əldə etmək mümkündür. Bir də regionda gərginliyi nəzərə alaraq qeyd etmək lazımdır ki, ölkə xaricinə gedən bizim vətəndaşların bir qismi də ölkə daxilinə yönəlmiş olacaqlar. Bu da tələbatı daha da aktiv saxlayacaq. Buna baxmayaraq, bəzi istiqamətlər yenə məsələn Türkiyə, Gürcüstan istiqaməti yenə də populyar olaraq qalır. Təxminən adam başı $500 başlayan qiymətlərlə bu istiqamətlərə getmək mümkündür. YouTube kanalımıza abunə olun.